Salam, hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah, yəni mövzu kəsrlərin müqayisəsi ilə bağlı olacaq. Vaxt itirmədən gəlin başlayaq kəsrlərin müqayisəsini testlər və çalışmalar üzərində öyrənməyə. Amma dərsə keçməmişdən öncə onu qeyd edim ki, ödənişli dərslərimizə monitorinq hazırlığı və 2-4-cü siniflərin hazırlığına, məntiq hazırlığına qoşulmaq istəyirsinizsə, açıqlama bölməsində, videonun açıqlama bölməsində qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Dərslər haqqında daha geniş məlumatı oradan əldə edə bilərsiniz. Baxaq ilk suala. İlk sualda bizə deyir ki, hansı bənddə müqayisə doğru verilib? Deməli, uşaqlar, biz bilirik ki, məxrəcləri bərabər olub, surət böyük olan kəsir böyükdür. Tam tərsi. Surətləri bərabər olub, məxrəci kiçik olan böyükdür. Baxırıq elə A variantına. A variantında düzgündür. Doğru verilib istilsə A variantıdır. B-yə baxırıq. Surətləri eynidir, amma məxrəci böyük olanı böyük götürüblər. Xeyr, bu formada olmalıydı. C-də də məxrəclər böyükdür, deməli bu formada eynidir, bu formada olmalıdır. 6-da 5 də 7-də 5-ə bərabər yox, 6-da 5 böyükdür, bu formada olmalıydı. 2-də isə bizə deyir ki, 7-də 1 kəsirlə bərabər kəsir hansı bənddə doğru verilir? Məsələn, bərabər kəsir necə tap? 2-yə vursaq, eləyəcək 2. 2-yə vursaq, eləyəcək 14. Deməli, 14-də 2. Baxırıq, 14-də 1-i götürə bilmərik, 14-də 14-ü götürə bilmərik, 7-də 14-də 7-ni götürə bilmərik. Amma D variantı bizim düzgün cavabımızdır. 3-də 1 kəsiri ilə 9-da 1 kəsirlərin müqayisəsi hansı bənddə doğru göstərilmişdir? Təbii ki də surətlər eynidirsə və məxrəci kiçik olan böyükdürsə, deməli burada olacaq B variantı. 4-də hansı bənddə kəsirlər azalan sıra ilə düzülüb. Yəni, azalan sıra böyükdən kiçiyə doğru. Baxırıq elə 7-də 1, bəli, sürətləri bərabərdir. Baxaq, məxrəci böyük olan, daha doğrusu kiçik olan böyükdür. Deməli, elə A variantında bizim düzgün cavabımız var. 5-də deyir, Cəlalın 11 dəftəri var. O, 4 dəftəri dostuna bağışladı. Deməli, qaldı 7. Cəlalın qalan dəftərləri ilə dostuna verdiyi dəftərləri kəsirlə müqayisəsi hansı variantda doğru verilir? Deməli, Cəlalın 11 dəftəri var idi. Deməli, 11-də 4-ünü dostuna verdi. Düzdür? 7-si özünə qaldı. İndi burada hansı doğru göstərilib? Deməli, çoxu kimə qalıb? Elə özünə qalıb. Bu hansı variantda bizə verilib? Baxaq görək. Hansı variantda bizə göstərilib? Elə A variantında bizə göstərilib. Baxırıq 6-cı tapşırığa. Sinifdə qızlar bütün şagirdlərin 8-də 5 hissəsini, oğlanlar isə 8-də 3 hissəsini təşkil edir. Hansı şagirdlərin sayı daha çoxdur? Təbii ki də hissəsini, qızlar daha çoxdur da. Baxın, 8-də 5 daha çoxdur. 7-də deyir, parkda ağaclarının 7-də 5 hissəsini şam, 63-də 18 hissəsi isə cökədir. Hansı ağacdan parkda ağacların 7-də 5 hissəsi şam, 63-də 18 hissəsi isə cökədir. Hansı ağacdan daha çoxdur? Təbii ki də şam ağacından, deməli, kiçik kəsir daha böyük olur. Ona görə şam ağacları daha çoxdur. 8-də deyir ki, 8-də 1 kəsirinə bərabər və məxrəci 32 olan kəsir hansıdır? Məxrəci 32 olsun və 8-də 1 kəsirinə bərabər olsun. Təbii ki də 4-ə bölsək 32-ni eləyəcək 8. Neçəni 4-ə bölsək 1 qalacaq. Elə 4-ü 4-ə bölsək 1 qalacaq. Cavab burada B variantı olmuş olacaq. 9-da deyir, boş xanaya hansı ədəd yazılsa müqayisə doğru olar? Deməli, elə 2-ni yazsaq, yox, 2-ni yazmayaq. 2-ni yazmayaq, bir saniyə. Burada 5-i yazsaq daha düzgün olmuş olacaq. Baxırıq 10-cu tapşırığa. Hansı müqayisə işarəsi yazılmalıdır? Təbii ki də 7-də 4, 9-da 4-dən böyükdür. Cavab A variantı olmuş olacaq. Keçirik çalışmalara. Çalışmalarda kəsirləri müqayisə deyir ki, kəsirləri müqayisə edin. Deməli, müqayisə eləsək bu formada olmuş olacaq. Deməli, 5-də 3 var, 10-da 3 var. Deməli, 5-də 3 böyükdür. Deməli, burada C-də 15-də 6, 5-də 2-dən. Deməli, burada bərabərdir. Çünki 3-ə bölsək 2,
3-ə bölsək 5 eləmiş olacaq. Deməli bərabərdir. Burada 4-də 8-də 4 daha böyükdür. Burada 27-də 6 böyükdür. Daha sonra 13-də 4 böyükdür. Burada 12-də 7 böyükdür. Daha sonra baxırıq bura bərabərdir. Çünki 2-yə bölsək 1, 2-yə bölsək 4 eləmiş olacaq. Deməli burada 18-də 13 böyükdür. Burada da 2-yə vursaq alınacaq. Deməli bunlar da bərabər olmuş olacaq. 2-də deyir, boş xanalara elə ədədlər yazın ki, müqayisə doğru olsun. Deməli, bura yazarıq 6-nı. Düzdür? 2-yə vursaq alınacaq. Deməli, yox, 2-yə vursaq artıq bərabər olmuş olacaq. Elə 6 yazaq. Daha sonra baxırıq. B-də 4 yazsaq. Deməli, C-də baxırıq 10 yazsaq. Bərabər olmuş olacaq. D-də deməli yazaq 3. E-də yazaq 3. Yenə də F-də yazaq 5. Deməli, G-də yazaq 4. H-də də yazaq 6. Bu formada olmuş olacaq. 3-də də verilmiş kəsrlərin surətini bərabərləşdirməklə müqayisə edin. Surətini bərabərləşdirdiksə, balacanı böyüyə çatdırıq. 2-yə vursaq 6 eləyəcək. Deməli, bura 6 kimi düşünək. 2-yə vursaq, daha doğrusu 4 eləmiş olacaq. 2-yə vursaq 6 eləmiş olacaq. Deməli, 6-da 4 böyükdür 10-da 4-dən. Bu formada baxa bilərik. Bunu 2-yə vursaq, daha doğrusu 2-yə vursaq eləyəcək elə 2, 2-yə vursaq 50. 50 kimi düşünsək, baxırıq 8-də 2 daha böyükdür. Daha sonra 7-yə vursaq 7, 7-yə vursaq 14. Burada 14-də 7 böyük olmuş olacaq. Daha sonra 6-ya vursaq 18, 6-ya vursaq, yox 8-ə vursaq, deməli 8-ə vursaq 3 dəfə 8, deməli burada 24 eləmiş olacaq. 24. Deməli 4 dəfə 8 32. Deməli bunlar bərabər olmuş olacaq. Daha sonra 2-yə vursaq 6, 2-yə vursaq 10. Deməli 10-da 6 daha böyükdür. 2-yə vursaq deməli 4, 2-yə vursaq 8, 8-də 4 daha böyükdür. 3-ə vursaq 6, 3-ə vursaq deməli 27, 26-da 6 daha böyükdür. Daha sonra burada 3-ə vursaq, üzrlü sayın, 3-ə vursaq 12, 3-ə vursaq 15, deməli bunlar da bərabərdir. Boş xanaya uyğun bir neçə kəsir yazın. Burada bir neçə kəsir yazsaq, elə 3-də 1 yazaq. Burada 6-da 6 yazsaq, deməli düzgün olmaz. Burada yazaq böyük olsun. 5, 3, 5. 3'də 5. Daha sonra böyük olsun deyir 12'də 2. Daha sonra böyük olsun deyir. Burada yazaq 4'də 7. Daha sonra baxırıq 22'də 3. Burada da digərlərində uşaqlar özünüz yazarsınız. Çox sadədir. 5'də deyil səbətdə bərabər sayda yumurta var. Fərdə xala hər səbətdə verilmiş hissə qədər yumurta götürdü. O hansı səbətdən daha çox yumurta götürdü? Burada olacaq. Deməli uşaqlar ən kiçiyi burada hansıdır? C. Deməli 5'də 1 daha çox yumurta götürmüş olacaq. Daha sonra baxırıq 6-cıya. Deyir, anam çay süfrəsi üçün 2 eyni ölçüdə piroq hazırladı. Piroqların biri almalı, digəri isə çiyələkli idi. Çay süfrəsi bitdikdən sonra almalı piroqun 4'də 3 hissəsi, çiyələkli piroqun 8'də 5 hissəsi yeyilmişdi. Hansı piroqdan daha çox yeyilmişdi deyirsə, deməli uşaqlar almalı piroqdan daha çox yeyilmişdir. Daha sonra Fərid və Əlinin hər birinin eyni məbləğdə pulu var. Fərid pulunu
10'da 8 hissəsini, Əli isə 6'da 4 hissəsini xərclədi. Hansı daha çox pul xərclədi? Burada Fərid daha çox pul xərcləmiş olacaq. Baxırıq digərinə. Kəsirləri müqayisə edin. Kəsirləri müqayisə edin deyirsə, deməli burada olacaq 10'da 5 böyük. Burada olacaq 12'də 6 böyük. Burada olacaq 17'də 8 böyük. Burada olacaq deməli burada baxırıq, bərabər olmuş olacaq. Daha sonra 11'də 6 daha böyükdür. 7'də 4 daha böyükdür. 22'də 15 daha böyükdür. Burada da deməli bərabər olmuş. Yox, bərabər olmayacaq. Burada böyük olmuş olacaq 3'də 1. 8'də kəsirləri artan sıra ilə düzün. Uşaqlar bunu əgər yox, elə mən özüm eləyim. Deməli, birinci üstündən yazıram, bir də yazmıram. Birinci 45'də 2 olacaq. Artan sıra ilə deyirsə böyükdən kiçiyi götürürük. Sonra ikinci bu olacaq. Üçüncü bu olacaq. Dördüncü, bir də beşinci. Daha sonra B'də isə yenə də eyni qayda ilə birinci, daha sonra ikinci, üçüncü, dördüncü, beşinci. C'də baxırıq, görürük. Birinci, ikinci, daha sonra üçüncü, daha sonra baxırıq, dördüncü, bir də beşinci. D'də isə bizə deyir, baxırıq, görürük. Birinci, daha sonra ikinci, üçüncü, dördüncüyə baxırıq, hansı tapşırıqdır, hansı kəsirdir. Deməli, elə dördüncü, bu da beşinci olmuş olacaq. Azalan sıra ilə düzün deyirsə, yenə də elə azalan sıra birinci, daha sonra ikinci, üçüncü, sonra dördüncü, bu da beşinci. B'də isə deməli 12'də 10 birinci gələcək. Birinci, ikinci, daha sonra üçüncü, dördüncü, bu da beşinci. Uşaqlar, çox sadə dərsdir müqayisə. Ona görə çox da izahlı şəkildə ehtiyac görmədim. Növbəti dərslərdə görüşmək ümidi ilə. Bugünlük bu qədər. Növbəti dərsimizdə məxrəclə bərabər olan kəsirlərin toplanması və çıxılması mövzusu ilə tanış olarıq. Bugünlük isə mövzumuz bu qədər. Hələlik.